Xavf nədir? Qorxudur. Xavf qəlb əməllərindən bir əməldir. Yəni qorxu qəlb əməllərindən bir əməldir. Bu qəlbi ibadətdir. Buradakı qorxu ibadət qorxusundan söhbət gedir. Bizim danışdığımız ibadət qorxusundan gedir. O qorxu ki, onunla yanaşı təzim və sevgi var qorxulan kəsdən. Qorxulan kəsdən onu təzim eləmək var, sevgi eləmək. Biz Allah Subhanahu taalanı həm təzim edirik, həm sevirik. Yəni, ondan qorxmağımız, onu təzim etmək və sevgi, onu sevməyimiz üçündür. Yəni, insan sevir onu və qorxur. Bu ibadət qorxusudur. Buna bir də deyirlər ki, xavf-ı sirr, gizli qorxu deyirlər buna həmçinin. Nə deyirlər? Bu qəlbi qorxuya gizli qorxu deyirlər. Yəni, bu yalnız Allah üçün olmalıdır. Yəni, sən Allahdan belə qorxmalısan, Allahdan qeyrisindən belə qorxmamalısan. Hansı ki, yaradılmışlardan insan belə qorxarsa da, ibadət qorxusundan, bu şirk qoşmuş olar. Şirk qoşmuş olar. Məsəl üçün, ibadət növlərindən bir əməli eləsə, ondan qorxaraq, məxluqatdan qorxaraq. Məsəl üçün, cindən qorxur, onlar üçün qurban kəsir. Qurban kəsmək ibadətdir. Qorxaraq onlara kəsir. Demək, bu nədir? Sirri qorxudur da, sirri gizli olan qorxudur. Ölüdən qorxur. Ölüdən qorxur. Məsəl üçün, deyir ki, ət ağasının ağzını əgər beynini qırar. Bunun üçün misallar səhv geçsin də. Yəni, Həsən, Hüseyin, Əli, Allah hamısına razı olsun. Yəni, bunlardan qorxaraq, onlar üçün nəzirlər deyirlər, qurbanlar kəsirlər də, məsəl üçün. Həmçinin, demək, bu nədir? Bu, ibadət qorxusudur. Bunu edən kəs böyük şirklə müşrik olur. Amma təbii qorxuya gəldikdə isə, təbii qorxu, məsəl üçün, sən düşməndən qorxursan, vəhşi heyvanlardan qorxursan, ilanlardan qorxursan. Bu təbii qorxudur. Bu ibadətə daxil deyil. Çünki sən onu sevərək və təzim edərək ondan qorxmursan. Heyvandır da, yəni bu